Bugün bayramdır, 26 iyundur. Ümumiyyətlə bizim əsgərlərimizi, zabitlərimizi təbrik edirəm. Tanrı qorusun onları. Onlar olmasa biz də yoxuq. Yəni bizim milli ordumuz, silahlı qüvvələr olmasa əlbəttə nə dövlət olar, nə də millət olar. Ona görə də mən onları istərdim. Bax, nə qədər bizdə bugün qazilər var da, hər halda o bizim idmançılara dedim 10.000, 5.000 alan var da, heç olmasa hər ay sən hər bir idmançımız bir aparsın, aylıq kimi versin, burada nə var? Ayıb bir şey yoxdur. Yəni bu ayrı vaxt deyirik ki, insanlar Tanrı deyib ki, o var ya, əllərini döşünə döyürlər, ya Hüseyin, ya Ali deyənlər. Qardaş, biriniz bir yad elədiniz, hansız bir aylıq alırsınız, qazancınız var, yaxşı. Bir ayda bir 1000 manat qazanırsan, bir 100 manat nəsə bir keçirdiniz, bir kömək elədiniz bir əsgərlərimizə. Ha? Bax, mən onlara bilirəm ki, heç nədir. Onlar əlbəttə bir dənə bir şey eşitdilər, ərəb, müsəlman, ailə eşitdilər. Ha, orada o hissiyat yoxdur. Sadəcə deyirlər ki, şəhidlərimizə Allah rəhmət eləsin. Onu bilirik, Allah rəhmət eləsin. Qardaş, hansız bir yad elədiniz. Nəysə, bugün idmançılarımız, yaxşı o futbolçularımız, ayda o trenerlərimiz 50.000, 100.000 alanlar var. Bir aylığınızdan verin də, burada deyirsiniz müsəlmanam. Müsəlman kömək eləyər də. Bəs insan insana kömək eləməz. İnsan insana kömək eləməz. O deyir, indi bəlkə dövlətin imkanı yoxdur. Hamıya kömək eləyir də, indi sizdə. Bəs onlar verirlər sənə, sən də ona bir də. Bilirsiniz, bunu mən hər dəfə deyirəm, yəni belə də indi özləri belə gülməli baxırlar, deyirlər. Amma mən nə deyirəm? Deyirəm ki, yəni sənə bir dövlət 10.000 verirsə, sən də bəlkə o bir sınaq da yoxlayırlar, görə xalqı bir hamının bir birlik var, insanlarda bir sevgi var bir-birinə qarşı. Və sizsiniz, yaxşı aylıq alanlar hər ay aparın bir qazıya verin də bir. 10.000 alan 10%-ni verənməz. Ay kişi, mən yenə deyirəm, hər bir pensioner bu dəqiqə hazırdır. 300 manat alan hazırdır, o 30 manatını mən sənə deyim, hər bir pensiya aylığından da 10%-ni verər, pensiyasından da verər. Biz elə xalqıq. Ona görə dövlət də, xalq da birdir, yəni hamı bir-birinə kömək eləməlidir. Burada nə var? Hər şeyi kiminsə üstünə atmaqla, belədir, elədir. Və sənə verirlər də, necə olursa, şəkil birazdan o birisi versin. Amma sən vermək istəmirsən və sən də ver də. Ona görə bizim orduya kömək eləmək, əsgərlərimizə hər yanda onlara yaşıl işıq yanılsın. Həkimi də, polisi də, yəni hamı bizim əsgərlərimizə bax bu bayram günüdür. Bugün görün kimlərdir, bax Polad Həşimov, Mübariz İbrahimovdur. Bax, bunlara məsəl üçün Polad Həşimova bir deyim sizə bir 44 gün o müharibə deməli oldu. 44 gün 27 sentyabrda 8 noyabrca bir esan verən oldu, yas saxlayan oldu. Elə ərəblərə verirsiniz. Bunlar nədir? Bunlar haqq yolunda vuruşmuyor. Bunlar, o ərəblər var dövlət üçün döyüşüblər və onları indi Tanrı indi müqəddəs eləyibdir. Yaxşı, Tanrı indi bunları müqəddəs eləmədi. Bəs bizim ağlımız var axı. Əgər Tanrı onu kitaba yazmır kimisə və adını çəkməyiblərsə, siz düşüncə ona görə deyir, Tanrı ağıl veribdir. Bir ağlınızı da işlədin də, görün nə qədər vətən üçün,
Torpaq üçün, var dövlət üçün vuruşmayıb, hakimiyyət üçün vuruşmayıb. O ərəb hakimiyyət üçün vuruşub, haqq yolunda vuruşub. Amma bunlar vətən üçün haqq yolunda vuruşub. Var dövlət üçün vuruşmayıb, haqq yolunda. Əslində bunlardır müsəlman peyğəmbərlərimiz bizim. Bax bu qədər, yəni bunları yad eləyəm, o ki yad eləmədiniz. Sizin nəyinizi demişəm. Natiq Qasımov, bax bunlar hamısı bizim demək olar ki Türk dünyasının peyğəmbərləridir. Bax bu işgəncə ilə bunları məhv edən Mübariz İbrahimov işgəncə ilə ölünü, meyidini Mübariz İbrahimovun görürsünüz tikanlara çəkmişlər, bağlamışlar tikanla. Görün meyidi o əslində işgəncə verilən adamlar müqəddəs olurlar. Bununsa sümüyü yox, kəfəni yox. Uşaqlar, bir dəfə demədiniz ya Natiq, ya Polad Həşimov, ya Babək, ya Atilla. Atilla dövlətimizin təməlini qoyub Türk dünyasının, onun adını çəkən yoxdur. Şəhərdə əlbəttə bunların abidələri gözəl gələcəkdə olacaqdır. Mən inanıram. Yəni dövlət onları abidə Mübariz İbrahimov abidə şəhərin mərkəzində. Məsəl üçün orada Aşıq Ələsgərin yerində mənə elə gəlir ki, bizim bir bax bunları olmalıdılar. Bunlar olmalıdılar. Bizim şəhidlərimiz olmalıdır. Açılan da olmalıdır şəhərdə, Babək də olmalıdır. Yəni bunlar olanda əlbəttə dünyanın qarşısında dünya da görəcək ki, bunlar doğrudan da millətinin ölüsünü də, dirisini də sevir. Yəni biz belə olmalıyıq. Bütün şəhidlərə əlbəttə şəhər məclisi. İndi demirəm Aşıq Ələsgərə həmin şey qoyubsunuz. Ancaq orada olsaydı, Polad Həşimov olsaydı. Çünki bu üzə baxın Polad Həşimovun ayağına. Nə qədər bunlardan nurlu insanlardılar. Bunlara əlbəttə gələcəkdə bunların qoyacaqlar, inşallah abidələri də olacaqdır. Yəni yəqin dövlət onu özü də bilir. Niyə də qoymasın? O da olar, Açılan da olar, o dövlətimizin ya Hüseyndir, ya Əlidirlər, peyğəmbərlərdən öncə Açıla olubdur, haqq yolunda döyüşüb, vətən yolunda döyüşüb, torpaq üçün, Azərbaycan üçün. Ona görə Azərbaycandan gedibdir bütün sivilizasiya. İndi bütün dünyanın bu paxıl Ruslar deyir ki, Azərbaycanцы говорят, мы все это сделали. Азербайджанцы что сделали? Азербайджанцы, если Кремль, Москву строили, то это не значит, что вы должны смеяться. Азербайджанцы, даже не знаешь, какой нации представляют. Не знает Rus откуда gəlib. Rus sözünü bilmir, gəlib Azərbaycanı lağ edir. Zatı yox Rusun, dövləti yox. Türkün torpağında yaşayır, deyir, Azərbaycanlılar deyir, biz Moskvanı tikmişik, nə desin, düzünü deyir də, burada nə var gülməyə? Gör nə qədər heyvandır ki, o Rus, Pyotr nəyə görə deyib Ruslara? Животные russkiyi, niyə deyib Rus heyvanları? Ona görə görürsünüz, dövlət veriblər, ona bunlarla verir. Onu bunu öldürür. Anasını zorlayır, atasını zorlayır, uşağını zorlayır, başçısını. Ona görə heyvan deyiblər də. Ərəbə niyə vəhşi deyiblər? Ərəbə anasını basırır, başçısını basırır yerə. Dəvənin altına atır, eşeğin altına atır. Elə millətlərlə biz deyirik müsəlmandırlar, adamdırlar. Vəhşidirlər. 16 yaşında uşağı bunlar göynüyün edirlər, zorlayırlar Türk uşaqlarını. Əskərlərə verir zoraki, sonra aparırlar, asırlar. Bu millətə siz millət deyirsiniz. Ay alçaqlar, o ya Hüseyn deyənlər, bunlara müsəlman deyirsiniz. Bunlar müsəlmandır.
Müslüman ona deyənlər gəlsin şəhidlər xiyabanına qarşıma çıxsın. Çıxsın görüm hələ, sübut eləyə bilərsən o müsəlmandır. Aparıb o qəbirlər var ha, orada aparım sizə göstərim kimdilər. Öyle deyirsiniz ha, dövlət belə oldu. Dövlətimizi dağıdır deyir, bir kərəmi dövlət yaradaq. Ha dəlisən, nəsən? Azərbaycan dövlətini niyə dağıdırsan? Bu Kərəmin dövləti yaradıb, Quran-Kərim dövləti yaradıblar da ərəblər. Ağ günə çıxıblar. Sənin burada nə işin var? Burada. Bax ona görə bu silahlı qüvvələrin bayramları, əsgərlərimizi təbrik edirəm. Vallahi nə deyim, da o qədər düşmanlar imkan vermir ki, bir yaxşı söz danışam. Yaxşı söz danışamıram da. İçəridə, daxildə, Bakıda türkün çörəyini yer, gedir ərəbə dəstək olur, gedir Farsa dəstək olur. Hansı ki deyir, ermənilər bizim dostumuzdur. İran Farslar, bu qondarma Farslar deyir, Zəngəzur qırmızı xəttdir. Zəngəzura əl vurmaq olmaz, ora Ermənistandır. Ay kişi, gedir bunu da Bakıda Türkün çörəyini yeyən deyir ki, Farslar bizi qardaşlarımızdır. Ərəblər türklərin başlarını kəsir, deyir ki, Fələstinlər müsəlmandır, qardaşlar. Mən bilmirəm, bu millətə nə deyəm. Bu, Türkün torpağında yaşayır, bu Hüseyn dövləti deyənlər. Alçaqlar, şəhidlər xiyabanında gəlin, mən sizə orada göstərim sizə müsəlman nədir, İslam nədir. Qaçıb orada döşüyüzə vurmaqla deyil.